Salamlar Zeynəb xanım. Necəsiz? Salam Ümid bəy, yaxşı, siz necəsiz? Yaxşıyam, çox sağ olun. Hamı gəlsin, Yaxşı. elə başlayaq. Salam var, necəsiz? Salam Ümid müəllim, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Hamı gəlsin, başlayaq. Bu sonu zaten hansı proqramdan düzəldiblər? İndi Leyla adında bir nəfər paylaşıb. Şəkillər çox qəşəngdir, rənglidir. Salam Ümid müəllim. Salamlar. Xanım, Dremina ilə hazırladım indi. Bəs üstündə Dremina yazılmıyor, bax, onu necə eləmişsiniz? Bilmirəm, prosto şəkilləri saxlayıcı elədim. Bilmirəm, keçən səfər bir dəfə də effektsiz çıxmışdı. İndi gözləyirəm şəkilləri tam açılır, sonra köçürdürəm. Onda yaxşı çıxır. Kompüterlə istəyirsiniz, yoxsa telefonla? Telefonla. Paylaşım alsaq, gözdən başlayaq. Üstəlik, çox adam yox. Xam bu animasiyalarla əlaqəli şəkilləri düzəltmisiniz siz? Mən keçən dəfə atmışam, amma Dremina ilə düzəltmədim, Gemini ilə düzəltmişəm. Hekayə yazmışam. Sonra da onu hissələrlə hazırlamışam. Onu göndərmisiniz siz, yoxsa necə? Hə, göndərmişəm. Keçən dəfə göndərmişəm. Ondan əlavə bir dənə daha şəkil hazırlamalıydıq bu dərs üçün ona görə. Hazırlamalıydıq. Bu animasiya stilləri vardı. O stillərdən birini seçib sırf o stil üzrə birini hazırlamaq. Biz elə bir kompüterdə keçən dəfə hazırladım deyəsən, baxın görüb çatmışam. Bizdə elə bir son dərs 5-ci gündə, 5-ci gün elə Bu hərəkətli bir dənə şəkil düzəltdim. Onunla da bağlandı da düzəldə bilmədim. Bir dənə imiş hələ şansımız. Yox, şəkili hələ videonu keçməmişik, ona görə video hələ bu gün keçiriləcəkdir. Bəli. O biri var idi, müəllim, o 7 hissədən ibarət o göstərdiniz. Mən onu elədim, alınmadı nəsə. Səbəb? Bu necə alınmadı? Başa düşə bilmədim çünki. Elə bir şəkil, siz öz şəklinizi qoydunuz, məsələn, cizgi film modunda mod seçdiyi, sonra popcornda. Bəli, Mən o elədim, yaxşı olmadı. Yaxşı olmadı? Elə bil ki, necə izah edim fikrimə. Yəni bir dənə elə bil öz şəklimi qoydum. Robot kimi bir dənə anormal şəkil çıxdı ortaya. Siz necə bir şey düzəltməyini istəmişdiniz ki? O yazmışdım 3D formatında elə
stili də yazmışdım. Siz necə yazmışdınızsa dərsi kompüterə açıb qoymuşam, telefona da. Oradan siz necə yazmışdınız, mən də elə yazdım qoydum. Yəni dəftərimi gətirim, qeyd edirəm. Çünki onda düzdür, birdən-birə yəni wow dərəcədə vermir. Prosta istifadə olunmayacaq dərəcədə vermir. Normalda istifadə edə biləcəyimiz şeylər verir. Dəftərimdə qeyd elədim ki, yadımdan çıxmaz. Ümid məndə də yaxşı alınmamışdı. Mən elə Popcornda? uşağın şəklini qoydum. Harry Potteri çox sevir uşaq. İstədim ki, onu Harry Potter qəhrəmanı eləsin, səhnə də Harry Potter səhnəsi olsun. Amma bilirsiniz necə yaradıb? Sadəcə daskada müəllim belə yazı yazır, uşağın da əli görsənir. Yəni Mən də şəklim elə harada dayanmışam. O elə bil ki, şkafın qarşısında liseydə şəkili vardı. Orada qoydum. Elə mən harada dayanmışdım, orada da qoydu. Robot kimi bir də evdə şəklimizə. Yazdım, Popcorn'da eyni şəkli müxtəlif səhnələr yaradır. Manuel 7 səhnə seçdim. Sonra şəklin adı altında da yazdım ki, Manual seçdiklərinizdə səhnələri hamısını yazdınız. o səhnələri yazdım ki, məsələn hansı səhnədə nə olacaq. Onda başı xarab oldu. Sonra avtomata qoydum. Bu hələ yeni çıxıbdır. Yəni real danışsaq wow nəticələr gözləyə bilmirik mən də. Prosta bu hələ bir neçə gündür çıxıb. Bu axırıncı dəfə mən hazırladım. Bu mənə beləsini hazırladım. Mənim referans verdiyim şəkil. Yəni normal bir şəkil olmaqda düzdür. Yəni fərqi var şəklin. Şəklin xeyr, prosta üz ya da düşəcəksə ondan alaq. Bu mənim şəklimdən ötdü. Köynəyi zada oxşadı. Sonra buradakılar Yəni ağ köynəkdə normal bir şəkil idi. Bu mənim ən son verdiyimdə hazırladıqları bunlar idi. Mənim də yüklədiyim şəkil buradan görsənir. Oscar çöllərdə. Hə, onu hazırlayıb. Yəni Cowboy filmində istəmişdim. At minir, kafedə oturur. Bunu uyğun hazırlayıb. Əvvəl hazırladıqları da əslində baxmışdıq. Bir də baxaq əvvəl hazırladıqlarına. Yəni wow effektində hazırlamır. Çünki hələ çox təzədir. Yəni bu hələ inkişaf olandan sonra, çünki AI-da problem ondadır ki, AI-da bir şey çıxanda ən yaxşı vəziyyətdə çıxmır. Sonra inkişaf elədikcə yaxşı. Sonra biri var ki, bunu hazırlamışdı. Yəni mənə oxşadı. Bunu Xeyirlisizlə danışılır. Bax, Popcorn'u seçdim. Buradan indi şəkli yerləşdirirəm bura. aha. Bir Bir şəkildir. Bir dənə şəkil yerləşdirəcəm, bəli, Aha. öz şəklimi yerləşdirirəm. Mən ora indi avtomatla altına yazım onu, image 1-i yazım. Hə, yaza bilərsiniz. Hə, bir şəkildir onsuz da. Siz yazmışsınız ki, olan karakteri Lapoli 3D tərzində yarat. Animasyon filmi oluşdur yazmışdım. Hə, bir də hekayə haqqında yazmışdım ki, məsələn, hekayə ormanda keçir, heyvanlar da olsun hekayədə. Ən azından bir məlumat vermək lazımdır ki, təqribən nə hazırlayacağımı bilsin. Mən o 7 hissəlidə hər hissəyə nə olacaq, olan hamısını yazmışdım əslində. Çünki hekayə hazırdır, bölmə-bölmə yazmışdım. Baş xarab oldu, çox yazdım. Çünki burada məsələn mənim bu hazırladığım var idi. Bunu məsələn oxşatmışdı belə. Sonra bunu oxşatmadı, bu da səhnələr yaxşı idi amma biz qatışdırmışdıq. Bunlara baxdım, mən də həvəsləndim ki, eləyə bilmədim. Karakterini animasiyaya çevirsin yazım, nə yazım ora? Əslində bir dənə mən onu hazırladığımı deyim də sizə ilə ona baxaq bəlkə də. Bunu yazdım ki, image 1 olan karakteri low poly 3D tarzında animasyon filmi oluştur. Hekayə ormanda geçsin, hayvanlar da olsun hekayədə. Bu arada əsas məsələ şeyi test elədiniz. Yəni istifadə edən oldu notebook eləmdən. Notebook elərindən istifadə eləməmişəm, çünki dərsə hələ yığmamışam. Sabah açıq dərsim var, bu gün eləyəcəm onu. Mən ora 3D yazım. 3D low poly 3D tarzında. Tərzin adı low poly 3D gedir. Hə. Elə tərz olaraq 3D.
Neçə nəfərik? Mənim çox ümidliyəm. Zəng gəlində Hə, qatılıram buyurun. dərsə. Biz keçək ümumi şəkillərə baxaq, nələr var deyə. Bu şəkil göndərilib. Bunu bilmədim, müəllimlərin, mentorların işidirmi, uşaqların işidirmi? Uşaqların işidir. Bunun kimi düzəltib, bu maraqlıdır, hekayə davamlılığı var, sonra bu. Çox qəşəngdir. Kim düzəldib bilmirəm, görənmirəm adını. Mənliyəm. Bu, siz. Ümid bəy, zəhmət olsa ekranı paylaşa bilərsiniz. Görmürük nəyə baxırsınız. Maraqdan deyəm. Mən ekranı paylaşmışam axı əslində. Prosta WhatsApp-ı göstərmir. Bir dəqiqə. Hə. Çünki ekran paylaşmışdım, bayaqdan ekran göstərdi. Bir dəqiqə. Şey yazın, Fadimə qeydiyyatdan keçməmişəm. Əslində keçən dəfə keçmişdim qeydiyyatdan. Yenə atıb çölə. Buradan hardan başlayırıq? Bir deyəsən uşaqların işidir. Hə. Bunlar. Arkada atılanlar da var idi məncə. Çünki Aliyə müəllim falan da atmışdı. Bunlar da Burada deyəsən bizim- uşaqların işidir ki, bunu əvvəl göndəriblər. Yo, onları mən atmışam gecə. Bunu siz? 5-ci gün dərsdən sonra, hə. Arifin yolculuğudur bu. Hə, elə yerindəcə. Hə. Bundan qabaq da birini atmışam. Biz hə, bir daha uşaqlarla günəşi xilas edir. Günəşimizi uğurlayıblar. Ha, birinci də Mövzu maraqlı. buradan başlayır, qaranlıqdır. Çox qəşəngdir. Əslində bunu bir dənə səsi cavab keçəndən sonra hekayələşdirib çalışdı. üstünə hekayə səs qoysaq qəşəng olacaqdı. Bu da Arifdir. Fizika müəllimi. Yox, fizikdə əslində yaddaşını itirib. Amma elmi bilikləri qalıb. Orada yaşayır. Ha, bu da bizim kiçik yazarlardan Ayna var idi. Onu canlandırmışam. Düzdür, orada uşağın qolu üstünə çıx. Burada bir dənə bu tərzdə pozulma var. Ümumi hekayə amma burada eyni gedir. Ha, bu şeydir də o biri dünyaya keçid eləyiblər. Biraz orada fərqli eləyiblər ona görə. Bu şeydir, videodur. Ha, bu uşaqların evidir. Bu da maraqlıdır. Bu bir dənə ölçülər düzgün deyil. Ölçülər üst-üstə düşmür. Yalnız 16-9 olmalıdır, düzdür? Çünki animasiya hazırlananda belə deyək də, yəni siz özünüz kompüterdə və ya televizorda baxırsınız, telefonda ölçü belə tam olmayanda, tam oturmayanda, hekayə elə çox yarımçıq qalır. Yaxşı görsənmir. Hə, düzdür. Ona görə o tərzdə. Bu da çox qəşəngdir. Onun kimi hazırsa maraqlıdır. Bu da qəşəngdir. Sonra keçirik buna. Bunlar mənim işimdir. Bu. Tamam. Nə Zeynəb xanım sonraki? sizin. Hə. Bir dəqiqə dərsə qoşulmaq istəyən var. Onu qəbul edək.
Yəni bu tərz, bu şəkillər daha ondan əvvəlkilər biraz şeydi, qarşıdır. Amma bunlar tam belə cizgi film modundadır da, aydın. Çox qəşəngdir bunlar, əllərinizə sağlıq. Çox sağ olun Ümid bəy. Çox qəşəng. Bir də ümumi olaraq çalışın elə eləyin ki, yazı olmasın şəkildə. Çünki onsuz da biz videoya çevirəcəyik onları ondan sonra. Bunu dediniz Gemini-də hazırlamışdı, Imagine-la. Bəli, eyni hekayəni bunu isə Gemini-də elədim. Bu çox belə sənət tabloları kimi eləyib. Bəli, realistik. Bu elə bir realist art style, obrisi watercolor sulu boya üslubunda olub əvvəlki. Qəşəngdir. O biri düzdür, daha qəşəngdir. Bu qəşəngdir. Bunları deyirəm də, bunların effekti çox qəşəngdir. Bu tərzlə əlaqəlidir. Pixar tərzi ilə hazırlanır. DreamWorks style seçdim bunlarda. DreamWorks-dan? Bəli. Biz Niyəsə hər dəfə məndəki baş qəhrəmanı bu Encanto'dakı qız oxşadır, bilmirəm niyə. Gələn səfər gediyim elə eləməsin. Hansı tərzdə idi bu? Zəhmət olmasın, qeyd edim, çox bəyəndim bunu. DreamWorks style. bu əməlli başlı, yəni bu videoya çevrilsə, demək olar ki, bu hansısa animasiyadan göstərirsiniz. Yəni heç kim deməz ki, bu AI, süni intellektlə hazırlanır. Siz o yolladığınız stillərin içindən seçmişəm, orada baxın. Neyse, ben gələndə də başqa şəkil öz sesimi qoymayacağım. Əlimizdə çox bir şəkil yoxdur, baxa biləcəyimiz. Çox bir şey hazırlanmıyor. Amma uşaqların işini gördünüz görməzmi? Uşaqların içində çox maraqlı hazırlayanlar var. Əməlli başlı çizgi filmi hazırlayıblar demək olar. Bu bu tərz də çox yaxşı idi, maraqlı görsənirdi, plastilin tərzi. Hə, maraqlıdır bu. Tamam, biz onda bugün əldə çox bir şey yoxdur, sözlə açıq müzakirə edəcək. Çünki biz deyirik ki, yəqin, yəni hala qoşula bilməyənlər də olsa, rekorda baxıb hazırlayıb göndərilir. Onu da gördüyüm qədərlə yoxdur. Cəmi 4-5 nəfər iş göndəribdir. Onlara da baxa bilmirik. Baxdıqlarımızdan əlavə yoxdur. Ondan sonra keçəcək biz yeni dərsimizə. Bugün onun yeni dərs keçib onun praktikasını eləyərik. Ekran görsənirdi, düzdür? Bəli. Bugünkü dərsdə biz şəkilləri hazırlamanı öyrəndik. Stilləri, animasiya ilə əlaqəli necə hazırlaya bilərik, onları öyrəndik. Bugünkü dərsdə artıq yavaş-yavaş biz başlayacağıq düzəltdiyimiz şəkilləri yavaş-yavaş videolara çevirməyə ki, o şəkilləri necə videoya çevirə bilərik və ən sonunda da onları birləşdirəcəyik. Demək olar ki, animasiyamız hazır olacaq. Amma burada da şəkil... Ekran açmıyorsunuz, zəhmət olursa sözünüzü kəsirəm. Buyurun. Görmürük ekranı. Ekran görsənmir? İndi çıxdım ekrandan, düzdür. Bir dəqiqə. Ay, nə var, qabağın çiş. Ekran görsənir? Bəli, indi görsənir. Sadəcə başqa səhifədə idi. Görsənir indi? Hə, görünür. Yaradıcı süni intellekt. Bəli, bəli. Bugünkü dərsdə biz şəkildən videoların yaradılmasını öyrənəcəyik ki, artıq biz hekayələri hazırlaya bildik, şəkilləri hazırlaya bildik. İkinci etapda artıq başlayacaq o şəkilləri videoya çevirə bilək, onların praktikasını eləyəcək. Ən sonunda da biz artıq öyrənəcəyik musiqilər hazırlamaq ki, musiqilər hazırlayanda da ümumi animasiyamızın nöqtəsi olaraq ya biz onu səsləndirmə eləyəcəyik, nağıl kimi kimsə onun haqqında danışacaq, ya da elə eləyə bilərik ki, musiqi formatında üstündən musiqi geçsin həmin animasiyanın. Bizdə indi videoya çevirəndə də görəsiniz ki, şəkillər 16:9 hazırlayanda necə yaxşı alınır. Çünki o kvadrat ölçüsü ilə olanda həm telefonda yaxşı görsənmir, həm də ümumi olaraq videoya çevirəndən sonra görürsünüz ki, yaxşı alınmır. Ondan elə bu gün də məsələn şəkli keçəndən sonra bizdə tapşırıqlar olacaq. Orada da yəni əsas şərt 16:9 ölçüsü, yəni YouTube ölçüsündə, düzbucaqlı ölçüsündə hazırlamaq olacaq ki, biz onu hazırlayaq ki, baxanda
hekayə yaxşıdırsa, vizual yaxşıdırsa, o ölçü onu ekstra daha yaxşı edir. Çünki elə bir hekayənin yaxşı olmağı tək bir şey deyil. Vizual da yaxşı olmalıdır, video da yaxşı olmalıdır, ölçü də düzgün olmalı ki, hamısı bir-birini tamamlayıb yaxşı bir şey əmələ gətirir. Yəni parçaların birləşməsi də o parçalardan biri də ölçünün düzgün olmasıdır. Çünki hekayəni başqa türlü olanda çatdıra bilmir elə bir qarşı tərəfə. Onları bugün öyrənəcəyik şəkildən videoların hazırlanması. Biz uşaqlarla artıq keçdik bu dərs, onlar da praktikadadırlar. Biz indi bugün keçəcəyik şəkildən videoların yaradılması. Şəkildən image to video nədir? Image to video süni intellektin hər hansı istədiyimiz şəkilləri hərəkət əlavə eləməklə qısa videolar yaratmasıdır. Bu biz hər hansı bir şəkil yüklədiyimiz zaman süni intellekt o şəkli analiz eləyə bilir, obyektlərin perspektivini, dərinliyini, məzmununu başa düşür və ona biz yazaraq hərəkətlər əlavə edirik. Nəticədə həmin süni intellekt platforması o şəkli yaxşı analiz edir, hərəkət elənilə biləcək yerləri tanıyır və biz onu yazdıqdan sonra onu hərəkətə keçirir. İlk olaraq süni intellektdə şəkildən video hazırlayanda süni intellektin işləmə prinsipi necə olur? İlk olaraq biz atırıq şəkli analiz eləyir. Şəkli analiz edərək aşağıdakı müəyyən edilir. Məsələn, şəklin ön planı, fonu, şəkil harda çəkilib, arxa fonu necədir, obyektlərin və ya şəxslərin yerləşməsi, ölçüsü, işıq mənbəyi və kölgələr, çünki orada şəkildə işıqlandırma elə olur ki, biz onu videoya çevirəndə onun davamı olaraq onu qorumalıdır. Yəni birində gündüz, birində gecəyə çevirmir. Nədirsə onun davamını elətdirir. Və mən onu deyərdim ki, əvvəllər çox daha manual idi, yəni şəkillər videoya çevirmək. Amma indi süni intellekt modelləri o qədər inkişaf edib ki, şəkli çox yaxşı analiz eləyə bilirlər və tanıya bilirlər. Ona görə o tərəfdən hal-hazırda çox çətinlik çəkmirik. Və mövcud perspektiv və dərinliyi ölçür ki, şəkil necə çəkilibdir, obyektlərin sıralaması necədir. Süni intellektdə biz şəkli atanda şəkli ilk analiz edirik, ondan analizdən sonra biz promptlar yazaraq onu hərəkətə çevirməyə başlayırıq. Yəni biz şəkli süni intellektə yükləyəndə şəkli 3D formatda süni intellekt platforması təbəqələrə ayırır və özü dərinlik effekti yaradaraq kameranın içində gəzə biləcəyi bir səhnə hazırlayır. Biz də bu kamera hərəkətlərini hərəkət elətdirir. Şəkli çünki bəzən biz hazırlayırıq, qabaqdan görsənir, amma kamera yaxınlaşdıqca görürük ki, şəkildəki dərinlik artmağa başlayır. Yəni daha realist görsənməyə başlayır. Çünki şəkildə belə deyək ki, sadəcə gördüyümüz tərəfi var. Məsələn, bir uşağın alma dərdiyi səhnəni görürüksə biz burada, həmin uşağın yan perspektivdən çəkilibsə şəkli, biz sadəcə yanını görə bilirik. Amma biz onu videoya çevirəndə digər tərəflərini də görə bilirik. Bu tərəflərini süni intellektin özü əlavə eləyə bilir video versiyasında. Bizim ən çox istifadə eləyəcəyimiz şeylər süni intellekt. Bir dəqiqə başlayalım, dərsə başlayalım. Ona qəbul elədik. Süni intellekt biz şəkildən video hazırlayanda ən çox istifadə edəcəyimiz şey kamera hərəkətləri olur ki, şəkil statik şəkil isə sabit, bir çərçivə içərisindədir. Biz ona hərəkətləri maksimum dərəcədə həmin çərçivənin içərisində verməliyik ki, çərçivənin kənarına çıxdıqca onun hərəkət şəkildən tamamilə uzaqlaşır və bunu süni intellektin özü əlavə eləməyə başlayır. İndi bunu örnək olaraq belə göstərək. Göstərə biləcəyimiz. Bu arada sizə bir animasiya göstərmək istəyirəm. Bizdə digər qrupda hazırlayıblar. İstəyirsə açım birinci o animasiyaya baxaq, elə bu dərslə əlaqəlidir. Ondan sonra keçək dərsin davamına. Uyğunsa da sizin üçün. Lütfən baxaq mən. Görsənir? Hamı görə bilir? Bəli, görünür. Bəli, bəli.
Bunu çox gözəl vurğulayıblar. Elə göz yaşları tökəndə biraz inandırıcı gəlməmişdi. Hamının ağlına. Bu bizdə digər qrupda hazırlanan, öz qrupumuzda hazırlanan bizim Meyara Forward layihəsi var. Orada uşaqların işte məsələn orada bir dənə də belə məsələn uşaqların ən çox qulaq asdığı animasiya hal-hazırda məşhur olanlardan biri var ki, bu Günəş. Bu biraz qısadır. Bunu da üstdən baxaq. Səs gəlir sizə? Bayaqçı videoda səs gəlirdi. Video səsi gəlmirdi, yox. Onda yenə gəlmir. Gəlirdi, Hə? krokodil yenə muska. Bunlar əslində bu dəqiqə Azərbaycanda ən çox ehtiyac duyulan şeylərdir ki, bizdə animasiya qıtlığı var. Ondan mən də istəyirəm ki, bizlərdən də belə şeylər çıxsın ki, biz də belə animasiyalar yaradaq. Şəkillərdə fikir versə hamısında o ölçü burada məsələn burada da məsələn indi sözünüz baxanda sözünüz düşünün ki, bu videonu biz açmışıq televizorda da, kompüterdə, projektorda baxırıq. Bu ölçüdə olsa necə görsənər? Bu belə. Kvadrat olsa necə görsənər? Bu 16:9 ölçüdə bununla necə görsənir? Hekayə həm dərinləşir, böyüyür və hərəkət eləyəcəyi yer çox olur. Vizual olaraq da adamın gözünə daha xoş gəlməyə başlayır, belə deyim. Ondan bu 16:9 söhbətində mən o qədər üstündə dururam söhbətin ki, 16:9 hal-hazırda şərtdir eləməyimiz. Burada da fikir verdinizsə, orada da o videoda da kamera hərəkətləri var, yaxınlaşma var, kameranın uzaqlaşma var, kameranın fırlanma var. Bunların hamısı biz yazaraq eləyəcəyimiz şeylərdir. Prosta burada bir nüans var ki, video düzəldiləndə. Biz şəkil düzəldəndə bütün səhnəni yazırıq. Şəkildə nələr olmalıdır? Şəkil, hekayə harda olmalıdır, hekayədə kim olmalıdır, hava necə olmalıdır, kamera necə olmalıdır? Bunu çox uzun yazırıq. Amma şəkildən video hazırlayanda bizim əlimizdə onsuz da vizual var və süni intellekt onu çox yaxşı analiz edə bilir. Ondan yana biz vizual video hazırlayanda şəkildən video. Bunun üçün çünki tekstdən, yazıdan video hazırlama versiyası da var. Biz şəkildən video hazırlayanda ora sadəcə kamera balaca hərəkətləri yazacaq. Məsələn, əlimizdə bir şəkil var ki, bayaqçı videonu açaq. Onun üzərindən danışaq. Əlimizdə var ki, məsələn burada məsələn belə bir şəkil varsa, şəkil budur. Şəkil budursa, bunu hərəkətə çevirən vaxtı biz artıq yazmırıq ki, məsələn, yolun ortasında krokodil bu cür geyinib, yanında kirpi var, dovşan var, gedir harasa, geyimi belədir, hava belədir, kamera belə çəkir. Şəkildən videoya çəkəndə bunları çevirdiyimiz zaman artıq bunlar eləmir. Burada sadəcə eləniləcək hərəkətləri yazırıq. Məsələn, bunu videoya çevirəndə yazır ki, timsah qapıya doğru hərəkət eləyir. Bunun videoya çevirmək əslində promptlar bunda sadəcə belə olur. Məsələn, burada şəkil budur. Sadəcə avtobus hərəkət edir. Burada yəni promptlar çox bəsit səviyyəli olmalıdır ki, istədiyiniz şəkli videonu hazırlaya bilərsiniz. Düzdür, bəzən daha çətin səhnələr ola bilir. Onu biz 3 sözdən, 4 sözdən yaza bilmirik. Bəzən bir neçə cümlə yazmalı olur. Amma şəkildən videonun ümumi məntiqi sadəcə süni intellekt platforması onsuz da o şəkli analiz eləyə bilir. Şəkildə nəyin olduğu, necə olduğunu analiz eləyə bilir. Əvvəlki dövrdə o daha çətin idi ki, nəinki indi. Biz şəkli yükləyəndə şəklin içində nələr var, onsuz da onu görə bilir. Və onu videoya çevirən vaxtı da sadəcə ona bizim əlavə eləyəcəyimiz şey şəkildə olan hansı obyekti, insanı, heyvanı necə hərəkət elətdirəcəyini biz bildiririk. Sadəcə deməli biz ona hərəkət verməliyik. Yəni ümumi olaraq səhnəni yenidən yazmamıza ehtiyac yoxdur. Sadəcə hərəkətləri verməyimiz onun üçün yetərlidir. Bura qədər sual var? Mən bir sual
sual vermək istəyərdim. Buyurun. Hərəkətləri vermiriksə ona o nə bilir ki, kirpiyə yaxın getməlidir yoxsa kafeyə keçməlidir? Yox, hərəkətləri biz veririk. Biz sadəcə orada şəkli ümumi yazmırıq ki, məsələn biz orada timsah hərəkət elətdirməlisə, yazır timsah qapıya doğru gəlir. Timsah oynayır, timsah kirpi ilə doğru gəlir, kirpi ilə söhbət edir. Hə. Yox, burada sadəcə bizim videoya çevirəndə eləyəcəyimiz ən əsas şey burada hərəkətləri yazmaqdır. Ümumi, yəni şəkli yazmağımızın ehtiyacı yoxdur. Sadəcə və sadəcə hərəkətləri yazmağımız bizim üçün yetərlidir. Çünki çəkilən videoyu başqa türlü daha çox yazdığımız vaxtı yaxşı nəticələr verməyə bilir. Amma ssenari ardıcılığın gözləməyən şəkillər olmalıdır ki, videonu rahat çıxarda bilsin. Yəni mənim o şəkillərdə əslində üstündə durmağımın səbəbi deyildim. Məsələn 8 səhnəlik eyni məkan, eyni tərzdə olan səhnə bizə lazımdır ki, əlimizdə o şəkillər olmayandan sonra o üstə videonu düzəltmək olmur. O videonu düzəltmək istəyirsinizsə, birinci yazı yaxşı olmalı, sonra hekayə olmalıdır. Ondan sonra videoya çevirmək. Video ən axırıncı etapda olunacaq şeylərdən biridir. Ona görə biz şəkilləri yaxşı düzəltməliyik və burada gördük. Hadisə ardıcılığı fərqli yerlərdə olursa necə olacaq? Necə? Məsələn, hadisə bir yerdə baş verir, sonra başqa bir yerə keçirlər. Yox, ola bilər çünki yəni hər hansı bir kinoda ya da animasiyada hamısı eyni məkanda davam eləmir. O keçidlər ola bilər. Mən burada istədiyim məkan ya da tərz olaraq dediyim şey biz necədir? Rəng tonları ümumi olaraq eyni olmalıdır. Məsələn biz o timsaha baxanda görürük ki, bütün hamısı eyni tərzdir. Məsələn birində 3D, birində watercolor, birində realist, birində şey deyil. Yəni bir tərz seçilib, o tərzdən irəliləyib. Biraz əvvəl baxdıq DreamWorks dedizdə, səhv eləmirəm ki, bizdə DreamWorks stilində bizdə indi biraz əvvəl baxanda şəkillər düzəldilmişdi. O tərz olaraq bir tərz seçilib, ondan irəlilənib DreamWorks. Bizim əslində baxaq elə, bizim normalda dərsdə praktikada hazırladıqlarımızın hamısı da eyni tərzdə olan şəkillərdir. Bunu sadəcə ev tapşırığı olaraq hazırlayanda hamı başqa bir şeylə qarşılaşır. Yoxsa burada hazırladıqlarımızın hamısı eyni. Biz hətta burada səhv eləmirəm, keçən dərsdə biz bunları test eləmişdik. Demişdik ki, məsələn, biz bunu hazırlamışdıq ki, stop motion clay stili ilə. İndi siz bir səhnə yaradıb, hamısını stop motion clay ilə yaratsaydınız, məsələn, bütün hamısı belə görsənəcəkdi. Ona görə əsas məsələ. Onsuz da bugün tapşırıqda da elə olacaq ki, biz bunları yenidən hazırlamalıyıq. Səhnə. Mən ondan o animasiya stillərini atdım ki, heç kim çətinlik çəkməsin, birbaşa baxsın, oradan bir stil seçsin, stili Google-a yazsın, baxsın necə görsən, hansı uyğundursa, seçsin, ondan sonra bir hekayə yarasın. Yəni, bu elə belə tərzdə, eyni şeydə 6 dənə də şəkil yaradanda bildiyimiz animasiya artıq hazır olur. Ondan sonra hərəkətləndirmə də eləyirik. Artıq orta hesabla 8 şəkildən biz 40 saniyə, 50 saniyə video hazırlaya bilirik 8-9 şəkildən. Əslində bizim yəni bir 10-12 şəkil olanda 1 dəqiqədən keçəcək animasiya hazırlaya bilirik. Siz onu düşünün ki, bu videoda əslində 1 dəqiqə 40 saniyədir. Burada baxın görün neçə şəkil var. Baxın 1 2 3 4 burada 8 saniyə ilə düzəldib. 5 6 7 8 9 10 11 12 13 14. Bunu Leon filminə göndərmə eləyiblər, Leon filminə. Leon filmi. Burada yəni 12 saydı, 12 mi 13 mü səhnə saydı? 13. 13 səhnə var. Və gördüyünüz kimi 13 səhnədə burada demək istədiyim şey əslində buydu. Bütün hamısı bir-birinin davamıdır. Burada sadəcə hekayəni nəzərdə tutmuram. Ona qalsa bu adam birinci işə gəlir, işdən sonra qaçır. Biraz məntiqi ardıcılıqda problem tutmaq olar. Amma burada mənim istədiyim şey bu tərzlərdir. Çünki bunların biri, məsələn, biz seçdiyimiz kimi 2D tərzində biri, 3D tərzində biri
nə bilim XP tərzdə, bir realist tərzdə inanın ki, bu videoları hazırlasaq, baxmaz bu video deyərsiniz ki, yox ya, bir şey yaxşı deyil. Yəni bunun üçün yəni Bu indi hansı tərzdədir? mütəxəssis olmağa ehtiyac yoxdur. Bu təqribi olaraq tərzində hazırlayıbdır. Bu plastilin kimi olanlardan. Bu bizim bizim hazırladığımız kimi bununla. Və o da şəkilləri Dremina'da hazırlayıb. Çünki yəni platformalar eyni platformadır. Yəni sadəcə bizim ondan nələr ala biləcəyimizlə əlaqəlidir mövzu. Yoxsa platforma eyni platformadır. Və burada hətta mənim bir dənə hazırladığım video var. Mən sizə onu göstərim. Düzdür, məndə animasiya deyil. Amma indi Azərbaycan Mini Futbol Federasiyası üçün mən tanıtım filmi hazırlamışdım bu. İndi bir dənə ekranda göstərim baxaq. Gördün mü ekranı? Bəli. Onlar artıq Bakıya yaxınlaşırlar. Hazırlaşmaq vaxtıdır. Hal bakit qaribatun Panama. Hər şey qaydasındadır, hə? Bəncə. Bu da eyni məntiqdən şəkillər hazırlanıb, sonra o şəkillər videoya çevrilir. Sadəcə burada şəkil sayısı çoxdur biraz. 1, Çox gözəldir 2, Ümid bəy. 3, çox sağ olun. Onda Bakıda toplaşır onlar, ancaq Atinaya oxşuyur. Alizeye oxşuyur içəri. Burada orta hesabdan 25-30 dənə kadr var 1 dəqiqənin içində. Yəni kadrlar sürətli keçir. Yox, bu özləri belə istəmişlər ki, bu mini futbol çempionatı Azərbaycanda oldu bu il may ayında. Dünya çempionatı, başqa ölkələrdən də Azərbaycana gəlmişlər. Bunu dedilər ki, elə köhnə dövrdə döyüşçülər formasında gəlirlər Bakıya doğru. Başda da Kolizey var, futbolcu Kolizeyin içində keçirilir. İstəkləri ona görə belə idi, biz də ona uyğun belə hazırlamışdıq. Biz deyəndə mən. Bozbucağın ilk AI ilə tanıtım filmi idi. Çox da Çox gözəl alınıb. Məhz o tarixi məqamla bu günü birləşdirmək, elə orası xoşuma gəldi. o hekayəsi ciddi mənada yaxşı idi. Hekayəsi maraqlı idi. Ondan mən deyirəm ki, hekayə yaxşı olanda biz sonda videoyu görürük deyə, ya video qəşəngdir, nə gözəl. O video bizə qəşəngdir ya da xoşumuza gəlir deyə biliriksə, deməli onun içində bir neçə nüans xoşumuza. Hekayə yaxşı olmalıdır, görüntü yaxşı olmalıdır, video yaxşı olmalıdır, musiqi yaxşı olmalıdır. Yəni bizim o sonda yaxşı dediyimiz şey əslində biraz daha dərinlə enəndə yaxşılar toplusudur. Bir yaxşı deyil. Bir neçə dənə yaxşı şey toplananda bizim o xoşumuza gəlir. Yoxsa orada hekayə yaxşı olanda, şəkil yaxşı olmayanda deyir ya, yox, hekayəsi var amma heç xoşuma gəlmədi. Ya da hekayə yoxdur, vizual yaxşı olanda yenə eyni problem. Burada hamısı yaxşı olmalı ki, nəticədə yaxşı bir şey ortaya çıxsın. Yəni biri olmayanda problem yaşanır. Sizin məsələn hazırladığınız şəkillərdə bəlkə də çox ciddi, çox güclü bir hekayəniz var. Amma onu şəkillə ya da video ilə ötürə bilməyəndən sonra o hekayənin bir dəyəri qalmır. Bizim hazırladığımız yaxşı vizual, yaxşı video bizim hekayəni daha da gücləndirir. Ona görə deyirəm ki, hekayə yaxşı olmalıdır, okey. Şəkillər də yaxşı olmalıdır ki, biz onu videoya da çevirə bilək, daha yaxşı alınsın. Yoxsa şəkil onsuz yaxşı deyilsə, videoda onu
Neyinəcək? Sadəcə hərəkətə çevirir. Yəni ekstra bir şey əlavə eləmir ki içinə. Bunlar bu gün keçəcək indi platformalar haqqında. Bizim platformalarımız bunlardır. Bunların biz orta hesabına mən sizdən paylaşacağım ki, hamısını göstərəcəm. Amma daha çox hansı ilə işləməli onları da göstərəcəm. Burada sizdən balaca bir istəyim olacaq. Nə ilə əlaqəli? Platformalarda deməli şəkildən, video düzəltmə platformaları normalda hamısını istifadə eləmək olur. O ayrı məsələ. Amma hamısı trial dediyimiz denəmə formasında verir bizə. Yəni 1-2 dənə video düzəldə bilir. Limit görmür. Amma burada bir platforma var ki, bizə 1 aylıq hədiyyə verir. O platforma. Yəni 50-yə yaxın video düzəldə bilir o platforma ilə. Sadəcə bizə bir dənə istifadə eləmədiyimiz kart lazımdır ki, oradan qeydiyyatdan keçək. Ki ilk ay pulsuzdur, amma ikinci aydan pul çıxmağa başlayacaq. Bəlkə yadınızdan çıxar, ləğv eləməz deyə istifadə eləmədiyimiz kartı əlavə eləyirik. Heç bir pul çıxmır, bir ayda pulsuz verir və biz oradan orta hesabla 70-ə, 50 də yox hətta, 70-ə yaxın video düzəldə bilirik. Bundan artıq istədiyiniz şəkilləri çox rahat videoya çevirə bilərsiniz. O platformamızın adı Veo. Veo hal-hazırda realist düzəldən ən güclü platformalardan biridir. Veo'nun mən düzəltdiyi sizə videonu göstərim. Bəlkə qarşınıza çıxıb, bəlkə çıxmayıb, bilmirəm. Mən belə bir video düzəltmişdim Veo ilə. Məsələn, bu da Azərbaycanın ilk uzun metrajlı reklam filmidir. Yəni başlasın. Bu arada bu platformanın da keçəcəyi var, reklamı çıxır bizim. Bağdanın kompotunu içən hər kəs yaxşı Hamı görə bilir, ekranı bir dənə bildirərsiniz. Bəli, görünür, amma səs yoxdur. Səs yoxdur. Onda belə eləyək. Bir dəqiqə götürək. Bayaqki videoda da səs yox idi. YouTube-da göstərdiyimdə o browser ilə əlaqəlidir. Browser səsi ötürə bilmir sanki. Vuraq burada yükləsin, axırda baxaq. Nəsə, onu mən arada yükləyərəm, göstərirəm sizə. Burada indi elə belə görüntü olaraq baxın. Yaxşı kompot necə olur bilir. Bəs yaxşı kompot necə hazırlanır? Bu saat mən sizə göstərərəm. Əslində bunun dialoq olmayanda mənası qalmır. Ondan mən sizə elə birazdan bunu endirərəm, dialoqlu failini göstərim. Yəni burada amma göstərim. Bu videoya sizin səhifənizdə baxmışdım mən. Çox maraqlıdır. Bu çox realist görsənir. Yəni bizim o dediyimiz Veo ilə belə şeylər belə düzəltmək olur. O Veo hal-hazırda bizim istifadə edəcəyimizdən yaxşıdır. Bu biraz əvvəl göstərdiyimiz bizdə olan o timsah videosu da Veo'nun məhsuludur. Orada da Veo ilə hazırlanıb. Hətta burada filigranı belə var. Yəni görsənir ki. Mütləq aylıq ödənişi nə qədərdir Veo'nun? Əslində aylıq ödənişi 20 dollardır. Amma biz bir aylıq alacağıq ki, indiki işlərimizi görə bilək. Davamiyyətində almaq istəsəz, daha balaca abunəlikləri də var ki, aylıq 3-4 dollar kimi. Düzdür, onun krediti az olur. Amma yenə də idarə eləmək olur. Mən elə onu sizdən soruşmaq istəyirdim ki, o birisi platformalarda olmaz ki, biz 1 aylıq, 2 aylıq köçürdək, sonra abunəliyi ləğv edək. Olmur, hə o? Yox, olur təbii ki, 1 aylıq alıb sonra, amma ödənişsiz versə vermir də o birlər. Yoxsa ödənişini eləyib istifadə eləmək olar. Siz bayaq dediniz, istifadə olunmayan kartla ödəyin sonra çıxmazsa? Yox, şeyə görə dedim, mən elə demək səbəbim nədir? Yadınızdan çıxar, ləğv eləməzsiniz. Sonra o ayın sonunda gəlib sizdən 40 manat, yəni 20 dollar artı vergi ilə 40 manata yaxın pul çıxacaq. Ona görə mən deyirəm ki, mən birbaşa, yəni elə şey olanda hamıya tövsiyə edirəm ki, bir dənə hər hansı ABB-dən, Kapitaldan digital kart açdırın, elə proqram, tətbiq vasitəsilə şeyə getməyə, heç bankacıda getməyə ehtiyac yoxdur. Birbaşa tətbiq içindən bir dənə digital kart çıxartdır sözünüz, heç fiziki kart da deyil, digital. Orada sizə kart nömrələrini verir, bir dənə onu istifadə edirik, içində də pul olmur.
Sonra da kartı blok eləyirsiniz, silirsiniz. 1 aylıq macəramız bitir. Amma hal-hazırda o olsa işimiz çox yaxşı gedər. Əgər onu biz məsələn uşaqlarda o problemi yaşadıq ki, uşaqlara elə bir şey eləyə bilmirik. Uşaqlara başqa yollarla şeylər elədik, amma o da keyfiyyətə təsir eləyəcək amillərdən biridir. Ümid müəllim, bir də sizdən bir şey soruşum. Uşaq Dreminanı registrasiya eləmək istəyib də özündə. Amma yaşını az yazıbdı deyə. İndi ikinci səfər neçə dəfə giririk, yenə də deyir ki, yaşı az olduğuna görə köçürdə bilmir. Yəni qalmışıq belə. Onun telefonunda yükləyə bilmirik. Yəni Ya registrasiya başqa meylinə ya da girib ayarlardan yaşını düzəltməlidir ki, olsun. Çünki yəni qanunən internetdə 14 yaşından aşağı heç kimə heç nə icazə verilmir. Sosial media hesabları istifadə eləməyinə belə icazə yoxdur. Əvvəl yaş daha yuxarı idi, indi 14 yaş alt limitdir. İndi öz telefonunda istifadə edə bilmir. Mənim telefonumda düzəldir. Bir problemimiz odur. Ona ən məntiqlisi yeni bir mail açmaqdır. Yeni bir Belə mail bir açıb şey. ən rahatı. Bizdə də komanda üzvü birinci öz yaşı ilə eləmişdi. Onu ləğv elədi. Təzədən yeni maillə böyük yaş yazdı, elə girdi. Ha, yəni bu arada təbrik edirəm. Uşaqlarımız cidden təmiz uşaqlardır. Bu görürsünüz, heç biri yalan şey eləməyib, amma öz yaşını yazıb birbaşa. Amma yaş söhbəti biraz hal-hazırda düzdür, yəni olmaz. O yaş qrupunda birinin istifadəsinə. Biz keçək indi platformalar haqqında, mən o videonu biraz demişəm. Platformalarımız birinci VEO-dur. VEO bizim bildiyimiz Google şirkətinin platformasıdır, yəni hal-hazırda ən yaxşılardan biridir. Və biz bunu şeydən görəcəyik ki, Gemini-nin içindən də istifadə edə bilirik. Hətta bir versiya var, oradan da ödənişsiz versiyada az da olsa istifadə edə bilirik. Onu da göstərəcəm sizə. İkinci ən yaxşı platformalardan biri Kling-dir. Kling şəkildən video düzəltməkdə dünyada o da ən yaxşılarından biridir. Və onun nüansı budur ki, VEO şəkillərə birbaşa səsli dialoq əlavə eləyə bilir. Yəni, yüklədiyiniz şəkli danışdıra bilirsiniz. Verdiyiniz mətni ona danışdıra bilirsiniz. Sonra Midjourney var ki, Midjourney heç ödənişsiz versiyada test eləmə şansı vermir. Bu, biz şəkildə də Midjourney-yi seçmişdik. Prosta o ödənişli versiyada onu heç cürə test eləyə bilmirdi. Çünki heç ödənişsiz, yəni bir neçə dənə şəkil hazırlamağa belə icazə vermir. Birbaşa deyir ödənişlə. Sonra gəlir Sora. Sora ChatGPT-nin də yeni versiyası çıxıb. Bu da Azərbaycanda hal-hazırda istifadəsi bağlıdır. Sadəcə Amerikada istifadə eləmək olur. Amma mən qeydiyyatdan keçmişəm. Platforma ilə tanış eləyəcəm sizi. Sonra gəlir Runway, Hexfile, yenə Pika, Hailu. Bizim burada işləyəcəklərimiz hansılar olacaq? VEO alsaz əla olar. Kling bizə ödənişsiz kredit verir, istifadə eləyə bilərik. Runway bizə ödənişsiz kredit verir, istifadə eləyə bilərik. Hexfile da az verir. Bir də Hailu dediyimiz Hailu, o köhnə adıyla Minimax. Mən Minimax deyirəm daha çox. VEO, Kling, Runway, Hailu. Bizim əsas işimiz buradan gedəcək. Səbəb çünki hamısında ödənişsiz kredit var. Yəni günlük hərəsi 200 limit versə, bizim üçün çox wow nəticədir ki, günə bir 10 dənə video çıxartmaq olur. Amma burada sıxıntı bilirsiniz nədədir? Limit verməklə əlaqəli deyil, limiti verir. Sadəcə ən böyük problemi nədir? O limiti video hazırlama normalda 2 dəqiqəlik bir prosesdir, 2-3 dəqiqəlik. Free versiyonla onu bəzən 2 saata hazırlayır, bəzən 3 saata, bəzən yarım saata. Yəni, spesifik bir vaxtı yoxdur ki, bu platforma bu qədər vaxtda ödənişsiz versiyada hazırdır. Bu ən böyük problemlərdən biridir. Ona görə kimsə Gemini ala bilsə, onu mən göstərirəm necə alınır. Yəni VEO 1 aylıq test eləyə bilsə əla olar, yaradacaqları şeylər. Bir də mənim bir sualım olacaq. Uşaqlar video hazırlayanda sizlərlə bir yerdə hazırlayacaqlar, yoxsa siz hazırlayasınız? Onunla əlaqəli bilməm. Yanlış anlaşılma var mən tərəfdən. Uşaqlar özləri hazırlamalıdır. Mentorda hər halda dəstək olmalıdır müəyyən hissələrdə, fikir bildirməlidir. Amma belə şagirdin əvəzinə hazırlamamalıdır. Siz hazırlamayasınız da, onda sizinki sadəcə onlara elə bir mentorluq eləmək. Bəli. O platformalar sizdə olsa, uşaqlara böyük mentorluq eləmiş olarsınız.
Bunda biz onu alaq. Yaxşısı. Ya əslində ödəniş ödəməyəsiniz də, yəni ilk ay onsuz da pulsuzdur. Hani yaxşı. Hə. 2 ay heç bir pul çıxmayacaq, orta hesablanıb 1 ay ərzində 50, 60, 70 dənə də video hazırlamaq olar. Əslində mənə lazımdır, mən alsam da olar. Sizin məsləhət bildiyiniz hansıdır ən yaxşısı onu? Onu göstərəcəm, elə birbaşa ondan davam eləyək ki, o ilk ay onsuz da ödənişsiz verir, alır və onu göstərəcəm. Və onu göstərəcək. Sadəcə indi araya çıxacaq, aradan qayıdan da birbaşa platformalarla tanış olacaq. Platformalarla tanış olmaqla qalmayıb, bizim bu əvvəl düzəltdiyimiz şəkillər var idi məsələn. Bu mənim çox xoşuma gəlib şəkil. Bunu yendirək. Bunun endirdiyimiz şəkillərin də videolarını hazırlayacağıq ki, birbaşa varsayaq bu bizim hekayədir. Bunun videosunu hazırlayım. Sonra sizin son göndərdiyiniz şəkillərə baxacağam. Orada hansını rahat videoya çevirə bilərsə onu da seçəcəm. Bir dənə də oradan video hazırlayacağıq. Yəni hekayə bunu bir yerdə hazırlamışdıq, hətta səhv eləmirəmsə. Xatırlayıramsa. Bunu biz o bir qrupla hazırlamışdıq. Bunu sizlərlə bir yerdə hazırlamışıq. Məsələn, bunu da indi videoya çevirəcəyik. Görəcəyik ki, yəni belə deyək də, şəkli onsuz da bir yerdə hazırlamışıq. Eyni bir yerdə hazırladığımız şəkildə videoya çevirəndə daha yaxşı olacaq. Daha yaxşı görəcəyik fərq. Bir dəqiqə gözləyim, mən işığı yandırım. Aha, burada hazırladığımız şəkilləri birbaşa videoya çevirəcəyik. Hətta mən deyirəm ki, indi birbaşa ikinci yarıda, hətta bəzi 2-3 səhnə özümüz hazırlayarıq şəkil olaraq. Eyni hazırladığımız şəkillə videoya çevirərik. Bir hekayənin parçası kimi. Məsələn, o plastilin kimi olan tərzlərini hazırlayarıq. 3 səhnəlik, 4 səhnəlik bir şey hazırlayarıq. Onu elə sizdən bir yerdə hekayəsini hazırlayarıq, yenə şəklini hazırlayarıq, yenə onu videoya çevirərik bir yerdə. Yəni birbaşa fikirdən animasiyaya qədər prosesi birlikdə eləmiş olarıq. Sizin də nə sualınız olsa gedişatla əlaqəli yerindəcə sual verərsiniz. Yenə qeyd elədiyim kimi əlavə nə sualınız olsa WhatsApp-dan da yaza bilərsiniz, şəxsdən də yaza bilərsiniz. Tək ki ağlınızda sual işarəsi heç nə qalmasın. Məsələn, burada bir dənəsini hazırlamışdıq, biz Qarabağla əlaqəli hazırlamışdıq. Burada real şeylər də hazırlamaq olar bildiniz. Yəni ağlınıza gələcək hal-hazırda hər şeyi demək olar ki, hazırlamaq süni intellektlə video olaraq mümkündür. Çünki bir də mən bunu hazırlamışdım. Bu biraz bunu. Gülay Zeynallı üçün klip hazırlamışdım. Bu da tamamilə 3 dəqiqə 24 saniyə. Tamamilə süni intellekt. Bunu da birbaşa şəkillən video VO sayəsində hazırlamışdım. Bunda yayda işləmişdi. Burada da heç bir real kadr yoxdur. Tamamilə hər şey süni intellektdir. Yəni heç mən o müğənni ilə görüşməmişdim. Şəkillərini mənə göndərmişdilər. Mən oturub evdən hazırlamışdım hamısını. Ümid bəy, düzdür, soruşmaq, yəni bəlkə də düz deyil, amma belə bir layihə üçün nə qədər qonorar almısınız? Bu əslində belə deyim, mənim
aldığım mən kadrı hazır vermişəm. Onun video edit hissəsi də olub. Mən buna orta hesabla 2 həftəyə yaxın vaxt sərf eləmişdim. Yəni paralel işimlə əlaqəli. Orta hesabla qiymət şəxsə görə dəyişir, təbii ki. Bir də işin çətinliyinə görə, nə qədər çətindir hekayə. Birbaşa kimsə deyəndə demək olmur. Klip 3 dəqiqədirsə, məsələn 3000. Onu demək olmur. Yəni məntiqli deyil demək. Yəni mən buna 3500 manat almışdım. Çox gözəl. Bunu əslində amma real danışsaq, bunu mən özüm birbaşa ondan danışsaydım, bəlkə də 10 minə zada eləyərdi. Prosto bizə o işi gətirmişdilər deyə elə olur. Amma bu dəqiqə amma bazarda elədir ki, yəni 1000 manata da reklam videosu düzəldirlər onunla. Biraz bazar Azərbaycan məntiqdə hər şey qiymətini öldürəcəklər. Bu arada çox sağ olun cavablandırdığınız üçün. Sahəyə marağımız artır. siz də sağ olun. Yəni mən öz sahəmdən belə deyə bilərdim. Mən marketinq sahəsində çalışmışam. Süni intellektə qədər 6 il idi marketinq sahəsində çalışmışam da. Məndə təməl marketinqlədir. Süni intellektə keçəndən sonra mən qazancımı 3-4 qat artıra bildim. Marketinq də artıramırdı. Mən düzdür bu yəni süni intellekti bu qədər belə bilmirdim. Hər həyatımıza təsir edir bilirdim, amma bu qədər də yox. Mən sizə elə bir şey deyim. Biz burada musiqilər düzəltməyə öyrənəcəyik. Mən sizə musiqilər, hətta yəni musiqi mən sizə açsam, musiqinin səsi gəlməlidir. Musiqi qulaq asdırım sizə. Bir dənə baxın, məndən elə fikrinizi paylaşarsınız ki, necədir? Nə tapa bilsəm göstərəcəm onu. Bir dəqiqə. Hə, musiqi mənim o qədər xoşuma gəldi ki, özüm yaratmışam musiqini. O qədər xoşuma gəldi ki, Rəşid Behbudovun bir mahnısını götürdüm, mən cover elədim. Yeni versiyada oxunsaydı necə olardı? Biraz tam yeni stildə yaratdım o mahnını. Valla mənim çox xoşuma gəldi. İndi sizdən də paylaşacağam. Səs gəlir? Hələ ki xeyr. Hə, indi bir dəqiqə endirim gəlsin. İndi gəlməlidir. Baxaq. Tamam. Dəqiqə bağışlayın. Səsli musiqini hara yendirdim. Onu tapa bilsəm. Çalacam. Səs gəlir? Xeyr. Zəif, nəsə arxada fonda oxuyur. Heç bir səs yoxdur. Fonda bir nəsə oxuduğunu hiss edirəm, amma çox zəif. Onu mən sizə qrupa göndərirəm. Bunu birbaşa qrupdan qulaq asarım. Yəni fikrim də çox qəşəngdir. Yəni siz də qulaq asıb fikrinizi paylaşarsınız ki, əslində bunların hamısı, yəni belə deyim də. Göndərmək olmadı. Hə, göndərdim qrupa, baxarsınız. Məsələn, bunların əslində hamısı ayrı bir qazanc yerləridir, hamısı. Ayrı-ayrı, hər sahə üçün. Burada hər öyrəndiyimiz ayrı şey əslində ayrı qazancdır. Musiqi yaratma, onun özü olsun. Onu göndərdim, arada müsait olsanız baxarsınız. Biz də bir 10 dəqiqəlik araya çıxaq, ondan sonra gələk dərsin praktik hissəsini işləyək. Uyğundarmı ya? Bəli, Çox sağ olun. Əla, 10 dəqiqə sonra görüşərik.
Salamlar təkrardan. Salam Ümid bəy. Mahnıya qulaq asdınız? Yoxsa yaddan çıxdı? Yox, qulaq asdım mən. Mahnı yaxşıdır. Sadəcə xanım orada o seçdiyiniz xanım səs tembri tam mənə uyğun deyildi. Bilmirəm mahnı qədər. Bu təqribi bu özüm üçün yaratdığım bir şeydir. Yəni Bəli. burada Tembr mükəmməl məsələn mənə təsir eləməyən də o mahnı nə qədər deyim, olmuş. Məndə. zövqlər fərqli. Burada əslində mənim demək istədiyim bir necə idi? Mən orada alırdım köhnə mahnıları, yeni versiyada cover edirdim, fərqli versiyalarda. Yəni bunun özü Real görünür. necə? Real görünür, belə hiss olunur ki, sanki kimsə bir yeni başlayan biri oxuyur elə bir şey. Bu əməlli başlı artıq düzdür. Əvvəllər bunu süni intellekt olaraq səs süni intellekt səsinə oxşuyurdu. Artıq o da qırılıbdı. Demək olar ki, tamamilə real səslənir. Yəni virtual bir müğənni yaratmaq bu dəqiqə çətin məsələ deyil. Digital avatarın yaradırsan, şəklini yaradırsan, videolarını yaradırsan, mahnısını çıxardırsan. Bir nəfərin vaxtı ola, bununla məşğul ola, ciddi mənada yeni bir bazarda Azərbaycanda da yoxdur digital AI müğənni, belə deyim sizə. Biz AI Kim olmaq avatar istəyir? necə? Kim olmaq istəyirsə başlasın. AI avatar məsələn biz yaratmışıq. İndi mən sizə onu da göstərəcəm. Dünyada elə bir nümunə var Ümid müəllim? Məncə Bəli, var. bəli, dünyada Xanım var. olmalı. Dünyada bir neçə dənə çox örnəyi var. İndi bu bizə göstərmək istəyir. Bu mənim yaratdığım bir dənə avatar var, onu sizlə Bir dənə bir paylaşım. şey soruşum. Orada səsi məsələn biz deyə bilirik, burada həzin olsun, burada belə olsun, nə bilim. Orada ümumi yaradanda bəli deyə bilirsiniz, tərzini verə bilirsiniz, necə istəyirsə deyə bilirsiniz. Prosta burada mənim yaratdığım cover idi. Ümumi şeyi almışdım. Mahnının fikir versə tərzi, tempi eynidir. Sizə Bəli. tərzi dəyişib. Bu bizim yaratdığımız avatardır. Bu real insan deyil. Baxın məsələn. Amma immerge gedir, xəbər kanallarına çıxır. Hətta ASTV-yə çıxmışdı, Formula 1 yarışına gedir. Bu bizim Heç bir şey seçilmirsiniz deməsəz elə bilərik doğrudan ordadır. Bu bizim AI influencerımızdır, yaratmışdıq. Yəni bizim işləklərin çoxu belə bilmirdi. Prosta bu gəldi ASTV zat çəkdi ki, necə yaratmısınız, necə eləmisiniz. Sonra bunun yanındakı məsələn real insanlardır. Getdiyi məkanlar realdır. Məsələn bura Ağ şəhərdir. Bir fotoqraf ki, onun şəklini çəkib. İnmerge tədbirinə gedib. İnmerge tədbirində işte ki, bura fitness zalıdır ki, var belə yəcək, burada şey çəkdirib. Burada bir gül dükanı ilə işbirliyi eləyir, influencerlığa başlayıb. Burada Formula 1 yarışlarına baxır. Yəni əslində bu AI-dır. Bunu çoxuna da göstərilirəm. Deyirəm valla mən yaratmışam. Ondan nə bilirəm ki, dəqiq AI-dır. O tərəfdə. Bu rəsmi səhifə alıb, yəni kimsə işlədir bunu belə. Bəli, bəli, bunu bizim şirkətdə bir nəfər bunun hesabına baxır, günlük storylərini paylaşır, postlarını paylaşır. Əməlli başlı bu AI olaraq, AI influencer olaraq həyatına davam edir. Çünki bu şəkillərinə baxın məsələn. Məkanların hamısı burada real məkanlardır. Çox qəribədir, insansız dünya. Biraz dərinə yetsə, onsuz da dünya insansız idi. Sonradan biz gəldik. Yəni heç nə eləmədən evdə oturub bizim əvəzimizə gəlsinlər, geyinsinlər, şəklini paylaşsınlar. Ya hal-hazırdakı belə deyim, bazar yeni formalaşır deyə maddi qazanc olaraq çox mükəmməl bir sahədir. Gələcəyə biraz problemli ola bilər. Amma hal-hazırda bir gəlir mənbəyi olaraq baxanda Mənə çox. artıq problem kimi gəldi. İndi biz bilirik də təxminən onsuz da blogerləri elə izləyib onları özənmirəm, amma belə özənən gənc yeniyetmələr var da deyim. İndi buna baxır, real sayırlar. Yox, onu amma çox adam elə bilir realda. Problem onda. Biz ondan yazmışıq ki, AI. Mən də onu deyirəm də, yəni yeniyetmələr baxır buna
özləri təqlid etməyə çalışırlar, nə bilim, bəlkə də həsəd aparırlar. Yo, həsəd aparma əslində onu AI-lıqla əlaqəli deyil. Onu realda da həsəd aparırlar. Ona Yo, əlaqəli. real, onu deyirəm də, real olduğunu düşünürlər ki, niyə bizdə belə deyil, bu belə yaşayır, belə gəlsin. Gəlin onlara öyrədək ki, hər özünü yaratsın, yaşatsın. Eləyəcək bir şey yox. Artıq qorxuducu gəlir, bayaq maraqlı gəlir. Burada məsələn belə bir video vardı. Bunu mən keçən il yaratmışdım. Bəlkə də sizin də qabağınıza çıxıb. Video 2.7 milyon izləmə almışdı. Hamı elə bildi ki, reallığı budur. Balina, bulvarda balina söhbəti var idi, Kob vaxtı. Bunu çox adam elə bildi ki, videonun realı budur. Bax. Belə baxanda da izləyirsiniz, oxşuyur yazın. İşin qəribə tərəfi realından daha çox bu xəbər baxış yığdı. 2.7 milyon və hamı elə bildi ki, real videodur bu. İndi biz keçək platformalara. Birinci platformamız Veo. Veo-nu hardan istifadə edirik, necə istifadə edə bilərik? Birinci platformalarla tanış eləyək. Hamısından Midjourney-yə soruya ehtiyac yoxdur hal-hazırda. Runway, Xfile onsuz da istifadə eləmirik. Pika kredit vermir, istifadə eləmirik. Hayli. Bizim istifadə edəcəyimiz, istəyirsiniz siz də qeyd edin özünüzdə. Veo əsas. Kling az kredit də olsa verir, amma bir neçə saata hazırlayır. Runway və Hailu. Çox qəribə adı var, adını da dəyişdirmirlər. Dəyişdirib asandan çətinə çevirdilər. Keçək deməli birinci platformamızı hardan istifadə edə bilərik? Birinci platformamız Veo. Veo'nun öz platforması əslində başqadır, indi onu göstərəcəm. Amma buradan istifadə edə bilirik. Biz xatırlayırsa buradan gəlib şəkil düzəldə bilirdik. Image'ından, Gemini'nin içindən. Xatırlayırsınız da düzdür. Bəli, bəli. Səs çıxmır, adam tədirgin olur ki, və biz bundan keçmişdik axı. Artıq bunu Pro versiyonuna keçəndə, burada sizdə bu da aktiv olacaq. Veo. Pro versiyonuna da keçmək üçün həmin Gmail ilə bir dənə Google AI plan yazın. Burada sizin qarşınıza çıxacaq belə bir şey. Bir də bu. Fikir verirsiniz, 0. İlk ay. Google AI Pro paketi. İlk ay $0. Görsənir ekran. Heç kimdən reaksiya yox. Bəli, bəli, görünür. Əla. Bunu buradan ala bilərik. Google AI Pro alanda kart bilgilərinizi yazsınız, ilk ay pulsuz olur. İndi məndə var deyə normal profil ora girim. Bir buradan idarə edə bilirik ki, şəkli atırıq məsələn. İndi bir dənə şəkil yaradaq birinci. Onun üzərinə mən deyirəm ki, elə davam eləyək. Mən hələ Gemini istifadə etməmişəm. Sizin nümunələrdən də hazırlamamışdım heç. Sağ olun. Sağ olun. Finalda yəqin. Bu söz var ya, sındı qolqan adım yanıma düşdü. Hal-hazırda o vəziyyətdəyəm. Niyə hazırlamamışdınız? Gemini mənə çətin gəlirdi. Siz nəyə görə? Bir dəfə onu təzə başlayanda dərsinizdə istifadə etməyə çalışdım. Qeydiyyatdan keçəndə biraz problemlər yarandı. Sonra da daha heç yaratmadım istifadəsini. Yox, əslində belə deyim. Animasiyada biz Gemini-dən Image'dan istifadə eləmirik heç. Sözün açığı. Çünki animasiya üçün ideal deyil. Real şəkillər üçün ən idealıdır. Ən. Amma animasiya üçün... Yəni, o sözünüzə görə çox da getmədim. Ola bilər. Ondan elə mən çalışıram ki, realist şeylər üzərinə görüşü biz çox getmirik də, realist testləri eləmirik. O, bir dənə tərzin adına mən baxım, qatışdırmayayım onu hazırlayım. Nə idi tərzimizin adı? Mənim salam. Salamlar. Başlanğıca baxa bilmədim, dərsdəydi, indi çıxmışam dərsdən mən də. Əla. Hələ ki, buradayam. Belə dinləyə gedirəm sizə. Şəkilləri göstərə bilmədim. 3 dənə ev tapşırığı göndərmişdim mən də başlanğıcdan. Göndərmişsinizsə baxmışıq, çünki şəkillərin hamısına baxmışıq. İşləmişdim amma tapşırıqları. Əla, təşəkkürlər. Ölçüsü nə idi? Çox ehtimal ki, ölçüsü 16-9 doğru şəkildə yerləşdirmişdim. Bir Gemini də hazırlamışdım. Biri
Günə baxanlardan düzəltmişdim. Günə baxan tumlarından olan şəkil idi. Hə, görmüşdüm onu. Orada biraz təzlərdə fərqlilik var idi amma. Tülkü ilə Qarğa. qarğa Aha, düzəltmişdim. o qəşəng idi. Bir də nə idi digər ondan sonra yoxdur baxmasında. Kompüterlə kitab. O da çox, o ən maraqlısı idi. Kompüterlə kitab onu mən də dünən axşam yazdım. O çox qəşəng idi bu arada, əllərinizə sağlıq. Çox təşəkkür edirəm müəllim. Onunla ilə siz mütləq çalışın, evdə rekorda baxın ki, sabah. Bugün videonu keçdi. Yaxşı. Nəyin hekayət? Biz kirpi hazırlamışıq, zürafə hazırlamışıq. Nəsə, qeyri-adi heyvan nə? Koalanı da hazırlamışıq. Bir dənə heyvan önərisi də indi, onun animasiya hazırlayam. Yexidna. Nə? Yexidna. Qarışqa yeyən. Qarışqa yeyən, qarışqa yeyən yaz da. Yexidna da yaza bilərsən. Biraz absürdləşdirək, timsah da olsun. Qarışqa yeyən böyükünə balaca amma cəsur. Bu ikini hazırlasın, biz gedək birinci səhnə şəklini hazırlayaq. 16-9, 16-9, neçə seçin? 16-9. Zəhmət olmasa bütün işlərinizdə 16-9 seçin. Nə seçi hazırlasın. Elə bunun üzərindən də biz başlayaq videonun üzərində. Bu proqram pro versiyadır. Məndə normalda CapCut Pro-dur, amma buna dəxlisi yoxdur. Bunun prosunu almaq olmur. Görürəm, məndə hazır şəkildə gəlmir 16-9-u necə seçmək. Mən özüm orada yazıram. Burada aşağı bu Dreminadır. Dreminada seçmək olur bu deyil. Onu deyirəm, məndə gəlmir axı. Yox, Pro ilə əlaqəli deyil. Mən bu profilim heç Pro deyil, hər hansı bir profildir. Düz deyirsiniz, indi fikir verdim. Mən onu sözlə yazırdım 16-9. Yox, burada sözün təsiri yoxdur ki. İndi görmüşəm. Məsələn bu. Bir dənə yazdıq. Bunun bir dənə promptunu çıxardaq ki, indirdik. Bunu promptunu necə yazmalıyıq? İndi ona da keçək. Yazaq ki, birinci şəkil üçün belə promptu yazmaq üçün belə yazmaq. Image to video üçün prompt mətni yaz. Qısa olsun. Burada promptu istəyəndə vurğulamaq ki, image to video üçün, yəni şəkli videoya çevirmək üçün. Yəni yenə uzun yazdı.
götürək. Birinci burada yoxlayaq. Gemini-nin içində və o şəkli götürək. Şəkli yüklədik. Bunu da yazdıq. Göndərdik. Bu hazır yazacaq. İkinci ən əsas istifadə edəcəyimiz yer, siz o premium alsaz əgər, ən əsas buradan istifadə edin. Premium alsaz günlük 3-4 dənə Gemini-nin içində düzəldə bilərsiniz. Əlavə olaraq belə bir platforma var. Baxın, Flow deyə. Flow platforması var. Flow. Bu. Google-un. Bura giriş eləyəndə o premium alandan sonra sizə bura göstərəcək ki, 1000 kreditiniz var. Və o 1000 kreditlə biz orta hesabla 50-yə yaxın video düzəldə bilirik. Belə gələcək, girəcək. Burada seçəcək ki, karelərdən image to video şəklimizi yükləyirik. Şəklimizi yüklədik. İndi o şəkil yüklənəcəkdir. Bir neçə saniyə çəkə bilir o. Yəni, yükləndi. Seçdik. Promptum sarı getdi. Ctrl-C, Ctrl-V. Götürmüş prompt. Bu niyə belə elədi? Bir dəqiqə promptumuz niyə götürmür ona baxın. Burada əsas nüansı var ki, bir dənə zəhmət olmasa bura diqqətlə baxın. Çünki bura diqqətlə baxmasa siz alsaz belə kredit dərvic edəcək. Sizə girəndə 1000 kreditiniz olacaq. Bura girəndə ən əsas şəkillərdən videonu seçdik, şəkli yüklədik. Burada ayarlamalar hissəsini düzəltməliyik. Bu bir. Bunu eləməliyik ki, hər promptdan sonra bir dənə video hazırlasın bizə. Çünki 2 video 2x kreditdir, 4 video 4x kreditin getməlidir. Ölçüsünü seçməliyik şəklə uyğun. Şəklimiz 16:9-dursa bunu buradan seçməliyik. Avtomatik olmur yəni. 16:9 və ən əsas şey V3 fast. Bunu seçməliyik. Video lavızı sadəcə bunda düzəltməlisiniz. Bizdə bütün qruplarda onu həmişə qarışdırırlar. Ondan həmişə vurğulayaraq deyirəm. Və 3.1 quality-də siz video lavızı düzəltsəz, bir video üçün 100 kredit işlədir. Bax, burada göstərir 100 kredit. Fast-i seçəndə 20 kredit işlədir. Və sizin də 1000 kreditiniz olsa 50 dənə video düzəldə bilərsiniz deməkdir bu. Və burada videoların saniyəsi 8 saniyə olur. Vurduq, o hazırlasın. Biz keçək ikinci platformamız Kling AI. Kling AI platforması, görürsünüz bunlar reklam olaraq çıxır, bunlar deyil. Kling AI-nın özü çıxdı burada. Baxın, app.klingai.com. Giriş elədik. Burada gəlib videonu seçməliyik. Günlük 100 kredit verməlidir, səhv eləmirəmsə, 100-ə yaxın. Image to video, videonu seçirik, burada image to video olacaq avtomatik. Şəklimizi yükləyirik. Şəklimiz yüklənəcək. Biz də bura prompt yazırıq. Bu 1 olmalıdır. Bunlar da onsuz da belə standart 5 saniyə. 20 kredit gedəcək indi hazırlasa. Amma indi baxın hazırlama müddətini göstərməyəcək. Getdi bu hava ürək istəsə hazırlayacaq. 1 dəqiqə göstərir, amma 1 dəqiqə eləmir. Kling, sonra biz yoxlayacaq Runway. Runway ML. Belə yazır. Runway ML. Saytımızın adı. Buna giriş eləyək. Bu da açılsın. Get start elədik. Bu da ilk çıxan bu arada AI platformalarından biridir. Hatta bu çıxanda digər adına çəkdiklərimizin heç biri yox idi. Burada gələndə giriş ekranını birini göstərək. Necə giriş edir? Gələndə ana ekran budur. Bir dənə buradan Generate video hissəsinə keçirik. Add media. Şəklimizi yüklədik. 125 kredit verir.
Bunu yenidən yoxlayaq buradan app'in içindən. Təzə güncəlləmə gəlib, tamamilə dəyişdiriblər. Əslində elə budur, create. Usta hal-hazırda icazə vermir test eləməyə. Deyir, kreditimiz yoxdur. Deməli, bunu hal-hazırda test eləyə bilməyəcəyik, çünki bu da kreditsiz istifadə eləmək olmur. Sonra keçəndə biz Hailuo. Hailuo'nun da adı belədir ki, Hailuo AI. Bu saat. Burada girəndə burada subscription yoxdur. Maşallah burada subscription qutu. Amma bir profildən girim mən buna. Hailuo. Hailuo'ya girəndə ana ekran belə bir şey qarşılayır bizi. Buradan giririk video, yenə image to video şəklimizi yükləyirik. Sonra da promptumuzu yazırıq. Promptu yazırıq. Start. İndi o başlayacaq hazırlamağa. Biz indi baxaq görək o bir vurduqlarımız nə hazırladılar, nə inəndilər, hansı daha yaxşı hazırladı. Keçək. Birinci Flow'a baxaq. Flow bu deyə hazırlayıb bu. Hətta Gemini'nin içindən baxaq ilk, sonra Flow. Gemini'miz hanı? Aha. Bu Gemini'nin içindən hazırladığımızdır. Baxın. Özü səslə verir. Bu da Flow'un içinə hazırladığımız, əslində eyni platformadır. Ümid müəllim, bu videolara dialoqları necə əlavə edirik? Onu artıq biz gələn dəstə keçə bilərik. Çünki birdən-birə çox olacaq məlumat. Bəli, bəli. Keçək ikinci səhnəsinin şəkli hazır idi. Ona bir dənə baxaq, görək nə hazırlayıb. 16.9 seçirəm. Promptda yazmağına baxmayın. Bu promptda yazmağın heç bir önəmi yoxdur. Çünki platformada seçmə hissəsi varsa, promptda yazmağın heç bir önəmi yoxdur. 16.9 yazsa belə, mən 9.16 yazsam onu hazırlayacaq. 16.9 bizim yaralı yerimiz seçdik. Vurduq hazırlasın. Şöyle elə o birlər hazırladı, Hailuo. Gördüyünüz kimi elə bu hazırlayır, 2 dəqiqə deyir, amma o 2 dəqiqə bəzən heç bitmir. Klingə baxaq, Kling də hazırlayıb məsələn, baxın. Klingə səs özəlliyi yeni gəlib deyə hələ tutdura bilmirlər ya. Bu səs nə əlaqə, fil nə əlaqə? Təzə deyərlər ki, səsi tutduramır, səs sənin yaş verən Flow'dur. Flow ilə məsələn düzəltdik birincini. İkinci səhnəmizə baxaq hardadır. Bu ikinci səhnə çox qəşəngdir bu arada. Amma mən şey deyim, bu plastilin modunda timsahın bir fotojenliyi var elə bir. Timsah çox qəşəng görsənir. Onun rəngləri qəşəngdir axı. Çox fotojenikdir. Baxın görün. Ya inandıramazsan ki, bu vəhşi heyvandır.
Bu arada mən belə eləyək ki, həmişə promptu yazanda 2 dildə istəyək ki, görək. Azalmış qarışqa yeyən çayın kənardan sudan dosyana vantasida yavaşca başını çıxar, yumuşaq tutanlar toxmaş tərklik. Elə bir hərəkət yoxdur yəni burada da. Şəkli yükləyək bizim timsahımız. Bu hətta klipdə hazırladığım səhnələr idi, burada hələ də qalır. Yenə götürüm mən. Baxın, yenə təkrar göstərirəm. Ölçü bu 1 olmalıdır mütləq, çünki nə qədər 4 dənə seçsəz 4x kreditiniz gedəcək. Və ən əsas şey V3 fast olmalıdır burada. V3.1 fast. Quality-ni seçsəz 5x artıq, 5 qat daha artıq kreditiniz gedəcəkdir. Bunu zəhmət olmasa unutmayaq. Bunu vuraq. Hətta deyək ki, bugün 2 video daha öyrətə bilirsiniz. Gemini'nin içində verdiyi kredit sayısı əlavədir bu arada. Onu Flow'dan buradakı olan kreditlə əlaqəsi yoxdur. Burada günlük 3 dənəsini düzəltmək olar. Burada orta hesabla günü 2 dənəsi düzəlsə aya 50-60 edir. Flow'dan da 50-sini düzəldə bilir. Yəni ilk ay pulsuz alsaz 100-ə yaxın video düzəltmək mümkündür. Bu indi hazırlayır. Bizim Kling'e də ataq, Kling'də yox. Bu arada Kling yəni normalda düşünəs belə tez işləyir, kredit ödəniş versiyada deyil. Uşaqlarla biz keçən dəfə işləyəndə vurduq, məsələn 15 dəqiqə, 20 dəqiqə hazırlamamışdı. Hardansa səs gəlir. Bu da yoxlasın. Biz baxaq, biz bir də vurmuşduq, Hailu'da test eləyək ki, bizə ödəniş kredit verir. Görürsünüz, Hailu 2 dəqiqə yazıb, hələ də hazır deyil. Bunlar da bu da elə platformadır ki, məsələn, ödəniş veriləcək platformada deyil. Deyim ki, ödəniş verib bunu hazırlatmaq olar. Aha, baxın, bunu da hazırladım. Mən maraqlı görürəm. Bu çox gözəldir. Həm də suyun axarı da çox gözəldir. Bəli, bəli, səsi də verir birbaşa, hərəkət də çox qəşəngdir. Timsah şey olar da, qarışqa ilə yaxınlaşır, sən nə şirinsən, nə yeməlisən. Bu sinsi yaxınlaşmağı var. Səs gəlmir də səs, çünki hal-hazırda normalda bunun səsi də çıxır. Suyun səsi, belə əlin vuranda sudan çıxan səs. Onu mən qrupa atıram elə bu videonu. Yəni qrupda da baxarıq. Avtomatik səsi özü yükləyir də üstünə. Səhnəyə uyğun səsi özü verir, bəli. Nə yaxşı. Yəni spesifik səs istəsəz, o heç, o ayrı məsələ. Danışıqda zətdə onu biz idarə edə bilirik. Məsələn, orada külək yoxdur, amma yaza bilərsiniz ki, külək səsi də olsun ətrafda. Videonu göndərdim, bir dənə zəhmət olmasa qrupda baxarsınız səsin. Hə, bu da hazırladı. Məsələn, indi buna baxaq. Burada biraz donuq verdi. Görürsünüz ki, əslində əlimizdə bir dənə bu platforma olsa, Flow, istədiyimiz animasiyanı düzəldə bilərik. Məsələn, mən bunu uşaqlara ötürə bilmədim də, uşaqlar ala bilmirlər deyə bunu. O, məsələn, bizim üçün böyük bir problem oldu ki, uşaqlar çox bəsit proqramlarla işləyəcəklər. Baxaq. Bu da Gemini'nin içində hazırladı. Buna baxın. Hayda, burada suyun şapıl. Baxın. Bu da çox qəşəngdir.
Əslində müsabiqənin özü bir profil alsaydı, pro versiya bunlardan hamıya versəydi, pis olmazdı yoxlamaq üçün. Təklif eləmək olar. Sadəcə belə bir şey var ki, o qədər adam o profilə girəndən sonra profil bağlanma ehtimalı yüksəkdir. Amma bunu mən bir danışaram. Əslində məntiqlidir. Bir dənə mən də danışaram. Prosta burada bir dənə problem var ki, onu alsaq belə, yəni ortaya 30 nəfərin girəcəyini varsaysaq 40 nəfərin profil bağlana bilər. 5-6 nəfər olsa okey, işlətmək olur, amma 30 nəfər. Müəllim, bizdə şagirdlərin və müəllimlərin, yəni Microsoft üzərindən bizdə ödənişsizdir. Bizə alınıbdır virtual vaxtı e-maillər. Orada bəzi şeylərə bizdə yaxşı keçidlər var. Yəni orada varmı elə bir imkanlar bu istiqamətdə? Xeyr, biz yoxdur. Bir də problem tərəfi odur ki, məsələn, biz əvvəl Flow-ya girdik buna. Bu məsələ bir ay əvvəl yeni bir şey çıxdı. Google Türkiyədə bütün tələbələrə bunu pulsuz elədi. 1 illik. Bir neçə ay əvvəl Amerikaya eləmişdi, indi də Türkiyə elədi. Məsələn, burada ağlınızda olsun, Türkiyədə tələbə bir tanışınız varsa, ona deyə bilərsiniz, alsın, versin sizə, pulsuz 1 illik istifadə eləyin. Bizim hələ Google biraz Azərbaycanlı hələ ki çox ciddiyə ala bilmir, nədir? Başım adam əsəb eləyirlər. Amma Türkiyədə bu dəqiqə yəni 1 illik pulsuzdur tələbələrə. Türkiyədə məsələn Canva profili var, Canva da pulsuzdur. Ümid Bey, qrupa göndərdiyiniz Veo'da düzələn videoydu da, düzdür? Bəli, bəli. İkinci yanma bəs hansındaydı? Gemini'da özündə yoxsa? Bu Gemini'da da əslində bu da Veo'dur da. Bu Gemini videonu Veo vasitəsilə düzəldir. Yox, bəs qrupa göndərdiyiniz nədəydi? O Veo'dur. Çünki ikisinin arasındaki fərq neydi? O su daha real görsəndi. Buradakı suyu əlinə çırpanda plastilin kimi çıxırdı. Yox, əslində o təsadüfən alınmış bir şeydir. Yoxsa iki platformada əslində eynidir. Bu da Veo'dur. Bunu Flow'da düzəldirik. Bu da Veo'dur. Prosta istifadə yerləri fərqlidir. İkisi də yoxsa Veo'dur. Başa düşdüm. Çox sağ olun. Sağ olun. Üçüncü səhnəmizi hazırlayaq. Niyə kopyalamaq olmur? Şagirdlər bu süni intellektlə olan animasiyanı orada festival vaxtı hazırlayacaq Ümid müəllim, yoxsa festivala qədər təhvil verilməlidir? Mən bildiyim qədəri ilə festivala qədər təhvil verilməlidir, amma daha da sonuncu izləmək lazımdır linkləri. Ayın 10-u sonuncu gün üçün stop motion animasiyasına yazıblar. Məncə hər ikisidir. Mən bilən hələ animasiyanın, AI animasiyanın əlaqəli deyəsən mövzu seçilib şey olmalıdır sonra deyəsən. Hələ AI üçün mövzular verməyiblər, axı stop motion üçün 3 mövzu veriblər. AI ilə barədə heç bir şey. Əslində dediyim kimi onlar daha belə deyək, ədalətli olardı da, kimisə müdaxiləsi olmadan. Uşaqlar onu festival vaxtı etsəydi və layihə özü bir neçə profili, ödənişli profili olaraq kompüterdə imkan yaratsaydı, doğrudan da özləri prompt yazsınlar, özləri hazırlasınlar. O daha realistik olardı. Onun üçün onda ciddi vaxt ayrılmalıdır. 3 gün ərzindədir də festival zaten. 17, 18, 19 indi tutaq imkan. Festival Bakıda olacaq da, düzdür? Bəli, bəli. O daha doğru olardı. Həqiqətən təlimdən öyrəndikləri. 3 gün yetərincə uzun bir zaman. Müdaxiləsi olmazdı. Tamam. Onu mən əslində gedişatı demirəm, profil mövzusunu mən bir danışacağam. Sizin də təklifiniz varsa bildirə bilərsiniz, bəlkə də niyə də olmasın. Niyə də bəlkə də elə ciddən də orada bəlkə də ciddən də orada hazırlanacaqdı. Bəlkə yanlış bilmiş ola bilərik.
afişa şəkli çəkiləcək. Bəli, mən burada final qaydalarını oxudum. Sanki orada yazılmışdı ki, animasiyada hazırlanıb. Mən indi yüklüyüm, bir də baxım. Ayın 10-na kimi stop motion'dan olan videonu yükləməliyik. Mən elə başa düşürəm. Mən də elə başa O birisini hələ verməyiblər. Bizim səhv eləmirəmsə Bizim bizim heç bir video, yəni kompüterlə uşaqlar iş görməyəcək. Sadəcə olaraq afişanı hazırlayacaq. Mən elə başa düşürdüm ki, o həmçinin ikisinin belə deyim, videosudur. Bunları dəqiqləşdirmək Amma lazımdır. mövzuların adlarının qarşısında fikir verin. Orada mötərizədə stop motion sözü yazılıb. Yəni ki, konkret Bəli, o yazılır, amma sadəcə bunu qeyd etmələri, mən düşündüm ki, elə ikisini də nəzərdə tuturlar ona görə. Amma mötərizədə o stop motion sözünü verib. Yəni ki, ancaq stop motiona aiddir demək olur. Amma məntiq olur festivalın ilk 2 günü, Ümid müəllimin öyrətdiklərini oradakı kompüterlərlə, oradakı pro versiyalarla orada hazırlayarlar. Yəni o plakatı hazırlamaq onların əlində uzaqbaşı 2 saatlıq işdir. Sonra nə edəcək? Ümumiyyətlə plakata görə qiymətləndirmələrini də mən də narazıyam. Çünki məsələn rəsm qabiliyyəti yaxşı olanlar sözsüz ki, daha yaxşı çəkirlər. Bu bir başqa, həm də bu bir ay ərzində uşaqlar qoşulurlar bu təlimlərə. Özü çox xoşlarına gəlir. Hər təlimdən sonra məktəbdə məni görəndə uşaqlar bir heyranlıqla danışırlar təlimdən. Amma bu pro versiyaların ödənişli olmağı da problem yaradır da. Əslində yüksək balına verilsə daha yaxşı olar. Orada belə bir süni intellekt laboratoriyası kimi uşaqlar 2 gün ərzində bunu eləyərdilər. Onların kompüterində, yəni heç bir müdaxilə olmazdı da, heç bir mentor ideya verə bilməzdi, nə bilim müdaxilə edə bilməzdi. Səhvmi deyirəm? Burada nə bilək kənarda kimlər nə iş görür? Bilmirəm, siz keçən il iştirak elədinizmi? Əslində keçən il elə deyildi. Uşaqlar əvvəldən mentorların dəstəyi ilə hazırlanmışdı, eləmişdi. Bəli, düzgün çıxmırdı da qiymətləndirmə mənə görə keçən il düzgün deyildi. Yəni normal gözlə də insan bilir ki, bu uşağın hazırlayacağı işdir, yoxsa bir mütəxəssisin hazırlayacağı işdir. İstəyirsiniz, uşaqlar özü yarışsa daha yaxşı olar orada. Əslində siz fikirlərinizi bildirin, mən də ümumi fikirlərimi bildirəcəm elə bundan əlaqəli. Çünki bəlkə də uşaqlar soruşur ki, biz Ümid müəllimi orada görəcəyik festivalda. Çox ehtimal ki, olacam. Bir də uşaqlarla biz deyəsən görüşəcəyik ayın 1-i. Uşaqlarla bir dənə fiziki görüşümüz olacaq deyəsən. Ayın bir şey qalmayıb, amma hələ heç kim heç nə deyil. Regiondan olanlar var, Bakıya necə gələcək ayın 1-i? Bəlkə mən qatışdırmış ola bilərəm, o da olar. Bəlkə onlayn görüşdür, o da ola bilər. O da ola bilər, bəli. Bu arada burada mən dediyimi çox xahiş eləyərdim, ciddi bir təklif kimi qəbul eləyin. Noyabrın 17-18-i real üzərində uşaqlar özləri hazırlasın orada süni intellekt videosunu, animasiyanı. Əslində məntiqlidir. Məntiqlidir mənim fikrimcə də ümumi olaraq. Prosta onu bir dənə danışmaq lazımdır. O proses necə olur bilmirəm, sözün açığı. Mən yenə fikrimi bildirəcəm. Bir də təqvimə mən ayın neçəsi nə vaxtda düşür? Qiymətləndirmə yalnız rəsm üzərindən deyil, üçünü birlikdə qiymətləndirirlər. Bu aydın məsələdir, amma kim bilir ki, kim evdə necə hazırlaşıb, kim müdaxilə edib. Onsuz da mentorlara bizə ona görə dərs keçirir ki, kömək edək də uşaqlara. Yəni göstəriş verək, yön verək. Bunu mən bir dəqiq danışıram, tarixlə də əlaqədar ümumi olaraq baxaq. Bu arada videonu üçüncüsünü hazırladı. Üçüncüdə balaca bir fail var, onu yenidən hazırlamaq lazım. Məsələn, üzü dəyişir, burada çevir şeyə. Kokarca dediyimiz nə olur bilmirəm bizim. Amma göstərir ki, burada məsələn ayağından çıxardır bunu. Bu heyvanın adı türkçədə kokarca deyil. Bu kokarcaya çevirib. Normalda nədir bilmirəm bu adı. Hə, burada dəyişmir üzünü. Baxın. Baxın. Burada filin reaksiyaları çox qəşəngdir. Baxın. Üzgün durub, baxın. Yəni bizim ümumi işimiz elə flow üzərindən getsə, şəkildə necə ki Dreminadan gəlir. Videoda da flowdan getsə ki, baş qarışıqlığı olmaz. Mənə görə ən əsas şey sadə olmasıdır. Yoxsa platforma çoxdur, hansı ilə işləyir, necə işləyirdən çox.
Ondan elə mən istəyəcəm ki, sizdən onu mən yazılı olaraq göndərəcəm sizə. Bir orta hesabla 7 səhnəli, 7 deməyək, 5-6 səhnəliyini onu dəqiq yazacağam. Yenə eyni stildə, eyni stil, məsələn stop motion tərzi, Pixar tərzi, eyni stildə bir dənə animasiya hekayəsi olacaq, 5 şəkillik. Eyni stil olmalıdır, 16:9 olmalıdır. Ondan sonra onu animasiyaya da çevirəsiniz videolara. Gələn dərsə artıq onların müzakirəsini eləyək. Onu mən yazılı yenə göndərəcəm sizə. Səsim gəlir. Birdən-birə sakitçilik çökdü. Bəli, bəli. Ondan elə məndən bu günlük bu qədər. Rekordu sizə göndərəndə bildirəcəm. Əlavə olaraq da ki, bu tapşırığı da yazacağım. Nəsə bir sualınız olsa mütləq yazın. Özümə də yaza bilərsiniz. Dediyim kimi mən də əlimdən gəldiyi qədər Qaydaları oxuyuram mən indi. Burada yazıblar ki, süni intellektlə hazırlanan finala qədər hazırlanıb bitirilməlidir. Belə yazılıb qaydalarda. Bəli, bəli. Amma hələ tarix Bəli, bildirilməyib. tarix bildirilməyib, mövzu bildirilməyib. Ola bilər onda dəyişə bilərlər bunu da. Bəlkə finala saxlaya bilərlər. Gözəl olardı ki, o finalda olardı həqiqətən. Onu mən də bildirəcəm. Çox ədalətli olardı. Amma qaydaların içində yazılıb ki, onu da link şəklində YouTube-a yüklənməlidir finala qədər. Qaydalarda hələ ki belədir. Tamam. Bu günlük bu qədər məndən. Təşəkkür edirəm. Ümid edirəm ayırdığınız vaxtda dəydi, faydalı oldu. Çox faydalı oldu həqiqətən. Əla. Çox sevindim. Məncə imkan həqiqətən olaydı. Biz onları doğrudan okra versiyalarda real olaraq yoxlayaydıq. Bəli. Amma siz bu ala bilsəz Gemini onsuz da ilk öyrənin sizdə alın bir dənə test eləyin. Mən gələcəkdə məsələn onu illüstrativ testlərdə, tapşırıqlarda necə tətbiq edə bilərəm dərsin quruluşunda onları düşünürəm. Əla, yəni çox şeydə istifadə eləmək olar. Onlayn dərs izahları, məsələn, onlayn dərs videoları hazırlamaq. Yəni özüm olmadan kimsə izah eləyir, təcrübələr göstərir. Olar onun adı eləmək. Onu digital avatarı keçəndə öyrənəcəyik. Onları elimdə artıq planlaşdırıram. Əla. Yeni biznesə keçəcəm deyə. Əla, uğurlar. Çox sağ olun bu arada, təşəkkürlər. 5-ci gün görüşərik. Özünüzə diqqət eləyin. Çox sağ olun. Təşəkkür edirik dərslərə görə. Sağ olun, təşəkkürlər. Sağ olun.